Varlı olmaq istəyirsən, varlı olmaq üçün zahirən birinci birbaşa yol, ağla gələn yol nədir? İşləyib pulu toplamaq. Toplayım ki, varlı olum. Amma qayda əksidir. Deyir ki, xərclə ki, varlı olasan. Xərclə, sədəqə ver, xums ver, zəkat ver bunları. Ver. Dini məsələ deyil ha bu. Din demir, bunu həyatın qaydasıdır. Din də təsdiq edir. Həyatı belə tərtib edirlər ki, varlı olmaq istəyən xərcləməlidir. Xərclədikcə artır. Ağacı budadıqca böyüdüyü kimi, sərvəti xərclədikcə artır. Amma ağla gələn birinci nədir? Yığım ki, pulu xərcləyərsən azalar da, sadə məntiqlə. Amma biraz dərinə gedəndə əksi olur. Hansısa mənafiyə çatmaq üçün bu hər yerdə deyil. Bir çox yerdə belədir ki, onun əksinə əməl elə. Quran buyurur ki, və yarzuqhum min haythu la yahtasib. Deyir, onlara hesablamadığı yerdən ruzi verər Allah. Niyə ki, necə yəni, nə deməkdir bu? Yəni, həmişə hesablamaları birbaşadır. 2 vur 2 4, dərhal birbaşa hesablayır, amma Allah başqa qaydalar qoyub. Tamam, başqa yerdən. Dünya başqa cür tərtib olunub, dünya başqa cür düzənlənib. Və mən yəttəqillah, kim təqvaya riayət etsə, Allahla münasibətini düzəltsə, yəcəlləhu məxrəca, sıxıntılardan çıxış yolu qərar verər onun üçün. O sıxıntılardan çıxar və yarzuqhu min haythu la yahtasib və hesablamadığı yerdən ruzi verər.